Kazandibi sevirsinizsə bu resepti diqqətlə izləyin. Çünki bu nadir rastlaşacağınız qədim ənənəvi üsulla hazırlanan orijinal reseptdir. Əsl kazandibi nişasta ilə deyil, sübyə ilə hazırlanır. Yumru düyünün üzərinə su əlavə edib gecədən səhərə qədər isladıram. Bəli, bu desertdə toyuq filesindən istifadə edilir. Filenin üzərinə su əlavə edib yarım saat bişməyə qoyuram. Gecədən səhərə islatdığım düyünü blenderla yaxşıca üyüdüb süzgəcdən keçirirəm ki, hamar məhlul əldə edim. Bu əldə edilən məhlul sübyə adlanır. Sübyenin üzərinə südü əlavə edib kənara qoyuram. Bişmiş toyuq filesi mümkün olduğu qədər incə didilməlidir. İsti-isti mikserlə didmək çox rahat olur. Sübyə ilə süd qarışımını ocağa qoyub qaynamağa başlayana qədər qarışdırıram. 5 dəqiqə qaynayıb qatılaşdıqdan sonra toyuq filesini əlavə edib 25-30 dəqiqə yenidən qaynadıram. Taxta qaşıqla əlimi saxlamadan bir qədər də döyərək qarışdırıram ki, ət yaxşı həll olsun. Şəkərini də əlavə edib vam ocaqda 10 dəqiqə qarışdıraraq bişirirəm. Ənənəvi üsulda vanildən istifadə edilməsə də mən bu cür desertlərdə vanil dadını sevdiyim üçün əlavə etdim. Alüminium tavanı su ilə yuyub qurulayıram. Hər tərəfinə yayılacaq qədər məhluldan əlavə edirəm. Dibi qazmaq tutub tünd qəhvəyi rəngdə qızarana qədər ocaq üzərində fırladaraq bişirirəm. Tünd rəng almalı, xoş karamel qoxusu gəlməli, ancaq acı dadmasın deyə yanmamağına mütləq diqqət göstərməliyik. Məhlulun qalanını da üzərinə əlavə edib bərabər yayıb gecədən səhərə qədər soyuducuda gözlədirəm. Yapışqan qatı bir desert alınır. Kəsərkən bıçağı və spatulanı su ilə isladın ki, yapışmasın. Dəmir spatula ilə dibini möhkəm sıyıraraq kazandibini əlimlə rulet şəklində büküb təqdim edirəm. İdeal kazandibinin rəngi eynən bu cür olmalıdır. Ənənəvi üsulun özəlliyi də odur ki, desert yapışqan və saqqızvari olsun. Reseptdə toyuqdan istifadənin əsas məqsədi də bu teksturanı əldə edə bilməkdir. Türk mətbəxinin ən sevilən desertlərindəndir. Dadı həqiqətən də möhtəşəmdir. Üzəri karamel, içərisi isə sərin dondurma dadında. Hazırlayın, hər kəsə nuş olsun.